Avropa Parlamentinin qərəzli qətnaməsinə qarşı etirazlar daha da genişlənir. Almaniyada fəaliyyət göstərən Avropa-Azərbaycan mərkəzi bu qətnaməni siyasi təxribat adlandıraraq Brüsselə rəsmi bəyanat ünvanlayıb. Bəyanatın təfərrüatını hazırda Berlindən bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Günay Məmmədovadan öyrənəcəyik. Günay, qətnamə Avropadakı Azərbaycanlılar tərəfindən necə dəyərləndirilir? Buyurun, efirdə siz eşidirik. Bəli, Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsi Azərbaycanda olduğu kimi buradakı diaspor təmsilçiləri arasında da kəskin etirazla qarşılandı. Bu sənəd hüquqi yanlışlıqla yanaşı regionda sülh prosesinə qarşı açıq siyasi təxribat kimi qiymətləndirilir. Almaniyada fəaliyyət göstərən Avropa-Azərbaycan mərkəzi bu qətnamə ilə bağlı bəyanat yayıb və mərkəzin sədri Zaur Əliyev bildirir ki, sənəddə artıq tarixin arxivinə gömülmüş Dağlıq Qarabağ ifadəsinin işlədilməsi Azərbaycanın daxili hüquqi reallıqlarını təhrif etmək və separatçı narrativləri yenidən canlandırmaq cəhdidir. Bəyanatda Avropa Parlamentinin ikili standartları kəskin tənqid olunur. Əgər Brüssel həqiqətən qayıdış hüququndan danışırsa, niyə Ermənistandan qovulmuş yüz minlərlə Azərbaycanlının taleyinə susur hər zamanki kimi? 30 illik işğal dövründə dağıdılan məscidlərimizə, talan edilən qəbristanlıqlarımıza göz yuman bir qurumun bugün bir tərəfli iddialarla çıxış etməsi heç bir obyektivliyə sığmır. Daha bir mühüm məqam. Avropa-Azərbaycan mərkəzi bəyan eləyir ki, terrorçuluq və ağır cinayətlərdə itham olunan şəxslərin siyasi bəyanatlarla məsuliyyətdən yayındırılması cəhdi birbaşa Azərbaycanın məhkəmə müstəqilliyinə və suveren hüquqlarına müdaxilədir. Artıq bu bəyanat rəsmi şəkildə Avropa Parlamentinin bütün əlaqə ünvanlarına və rəsmi strukturlarına göndərilib. Almaniyadakı soydaşlarımızın və Avropa-Azərbaycan mərkəzinin mövqeyi qət'idir. Diaspor nümayəndələri Brüsseldən ədalətli və balanslı yanaşma tələb edirlər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü heç bir halda müzakirə mövzusu ola bilməz. Belə, mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirik.